Məclislərdə olmusunuz, bir çox kişilərlə, bəylərlə ünsiyyətdə də olmusunuz. Görmüsünüz ki, birinin imkanı çoxdursa, amma biri savadlıdır, dəryadır, dünyadır. Amma hamı qaçır o imkanlının qabağına, əyilir. Mən həm də o əyilməkdən danışıram. Halbuki ondan mənəvi qida heç nə almayacaq, heç maddi də ona köməyi dəyməyəcək. Sizi incitmirmi o məclislərə gedəndə o insanların, o kişilərin o cür əyilməyini, o cür mənəviyyatını itirməyini görmək? Məni incitmir məsəl üçün. Çünki mən olduğu kimi dünyanı qəbul eləmişəm. Yəni orada təəccüblü bir şey yoxdur. Bu 1000 ildir belədir. Bundan sonra da belə olacaq. Yəni bunu düzəltmək ehtimalımız, o əyilən şəxsin özünün səbəbləri var, bəlkə də müsbət səbəbləri var. Elə səbəblər ola bilər ki, bəlkə bir insan həyatını xilas eləyir, özünü, öz şəxsiyyətini fəda eləmək bahasına eləyir bunu. Biz bəzi zahiri görürük. Yəni batinində nə var məsələnin, onu anlamırıq. Və o əydirən şəxs, bəlkə heç razı deyil özü ki, onun qarşısında əyilsinlər və yaxud o qaçır o adamlardan ki, kimsə o yaltaqlıq məqsədi ilə ona yaxınlaşır, ya varında dövlətinə görə. İnsanların içini bilmək o qədər də asan məsələ deyil. Biz zahirə qiymət veririk. O zahirin verdiyi informasiya nə qədərdirsə, o qədər özümüzü yoruruq. Yəni, kimin halı var, zamanı var, ya bəlkə də heç imkanı da yoxdur, nə dünya görüşü, nə savadı çatmır ki, incələsin məsələni və bir şəxsin, o əyilmiş şəxsin, ya o dik şəxsin daxilini üzə çıxartsın. Və əgər çıxardıbsa da üzə, buradan nə fayda götürə bilər? İnsanlar informasiyanın faydasından istifadə etməlidirlər.